Salam, hər vaxtınız xeyir. Bu gün kənd təsərrüfatı mövzusu ilə bağlı topluda olan testləri izah etməyə çalışarıq. İlk olaraq 9-cu testlə başlayaq. Deyir ki, əsasən tropik enliklərdə becərilən bitkilər. Şəkər çuğunduru mülayim enliklərdir. Şəkər qamışı bu olar tropik enliklərdə. Təbii kauçuk bu da olar tropik enliklərə uyğun gəlir. Pambıq bu da yəni subtropik və tropik enliklərdə, quru tropik enliklərə uyğun gəlir. Şəkər çuğunduru olmaz. Taxıl əsasən tropik enliklərdə, düzdür, tropik enliklərdə də becərilir, amma əsası tropik enliklər deyil. Buğda taxıl olmaz. Təbii kauçuk olar, qəhvə olar. Şəkər qamışı olar, arpa, kətan mülayim enliklərdir. Cavab olacaq Y variantı: şəkər qamışı, qəhvə və təbii kauçuk. 10-cu sual deyir ki, aşağıda verilən xüsusiyyətlər Asiyanın hansı regionuna aiddir? Pamir, Tian-Şan və Altay dağları yerləşir. Pambıqçılıq yaxşı inkişaf etmişdir. Ölkələrin okeana birbaşa çıxışları yoxdur. Əlbəttə ki, bu Mərkəzi Asiya regionundan söhbət gedir. 16-cı sual. Qarğıdalı istehsalı üzrə ixtisaslaşan dövlətlər. Burada xüsusilə də ABŞ, Meksika, Argentina kimi ölkələrdir. C variantı doğru cavabımız olacaq. Həmçinin Cənubi Afrika Respublikasında deyə bilərik. 18-ci sual. Təbii kauçuk istehsalı ilə fərqlənən region və ölkələr. Təbii kauçuk istehsalına görə Cənub-Şərqi Asiya regionu fərqlənir. Burada Malayziya, İndoneziya kimi ölkələr aiddir. 18-də cavab Y variantı olacaq. 20-ci sual. Torpaqları əsasən qış aylarında suvarılan ölkələr. Əgər qış aylarında suvarılırsa, deməli qış ayları quraq, yay ayları isə rütubətli keçir. Bu da daha çox subekvatorial və musson iqlimində yerləşən ölkələr ola bilər. Rusiya olmaz, Rusiya mülayim enliklərdir. Bangladeş olar, Yaponiya olar. Tayland olar, Rusiya yenə olmaz, Meksika olmaz. Sonra Misir, Kongo, İndoneziya. Bu ölkələrdən də Misir olmaz. Kongo zaten ekvatorial enlikdir. Suvarılma İndoneziyada yanlışdır. Ekvatorial enliklərdir onlar. Hindistan, Bangladeş, Tayland 20-də düzgün cavab D variantı olacaq. Yəni bu ölkələr subekvatorial iqlim qurşağında yerləşirlər. Yay ayları rütubətli, qış ayları isə quraq keçir. Ona görə düzgün cavab D variantı olacaq. Daha sonra 29-cu sual. Kənd təsərrüfatı ixtisaslaşdırılmasına daha çox təsir edən amillər. Nəqliyyat şəbəkəsinin sıxlığı. Bu yəni olmaz, kənd təsərrüfatı üçün əsas amil deyil. Məhsul istehlakçılarına yaxınlıq və urbanizasiya. Urbanizasiya səviyyəsində heç bir aidiyyəti yoxdur, B də olmaz. Əhalinin sıxlığı, artım sürəti, bu da olmaz. Ərazinin iqtisadi coğrafi mövqeyi, bu da çox da təsir eləməz. Amma Y variantı daha doğru cavab olar. Torpaq, iqlim xüsusiyyətləri və təbii yem bazası. Bu daha doğru olar. 31-ci sual. Yarımsərə və quru çöl iqlim tipi şəraitində yaradılan təsərrüfat sahələri. Pambıqçılıq, qoyunçuluq və üzümçülük. Üzümçülük olmaz 31-də ona görə. Yəni yarımsəhra quru çöl olar, üzümçülük də olar, qoyunçuluq, qış otlaqları, pambıqçılıq. Bu doğru cavab ola bilər. Digər variantlara da baxaq. Meyvəçilik, tütünçülük yarımsəhra olmaz. Qoyunçuluq, yay otlaqları yarımsəhrada yox, əsasən belə deyir, rütubətli dağ rayonlarına, yəni çəmənlik olan ərazilərə meyillidir. Ona görə B yanlışdır. Subtropik meyvəçilik, çayçılıq yarımsəhraya olmaz. Arıçılıq da olmaz çəmənlik iqliminə. C variantı yanlışdır. D-də yenə arıçılıq var, yanlışdır. Biçənəklər olmaz. Y variantında çayçılıq var, yenə yanlışdır. Qoyunçuluq, yay otlaqları yazıb, yenə də yanlışdır. Tütünçülük də ki, olmaz, yanlışdır. Düzgün cavab elə A variantı olacaq 31-ci sualda. 32-ci sual. Mülayim kontinental iqlim tipi olan ərazilərdə yayılan təsərrüfat sahələri. Taxılçılıq, donuzçuluq, çəltikçilik. Çəltikçilik əsasən subekvatorial iqlim ərazilərdir, rütubətlidir. Ona görə A variantı yanlışdır. B variantı kartofçuluq, pambıqçılıq, tütünçülük. Burada yəni pambıqçılıq mülayim kontinental iqlim tipi olan ərazilərdə çox da yayılmaz. Ona görə bu da yanlışdır. C variantında otlaq maldarlığı, çayçılıq olmaz. Çuğundurçuluq, yəni çayçılıq olmaz, ona görə C də yanlışdır. D-də yazıb taxılçılıq,
kartofçuluq və südlü ətli maldarlıq bu olar. Y variantında taxılçılıq, tütünçülük və çayçılıq, yenə çayçılıq olmaz. Ona görə düzgün cavab olacaq D variantı. Otuz yeddinci sual. Dünyanın böyük çəltik istehsalı regionları bu Şərqi Asiya, Cənubi Asiya və Cənub-Şərqi Asiya regionları olar. Ona görə yəni musson iqlimi olan ərazilər. 37-də düzgün cavab olacaq D variantı. 39-cu sual. Qəhvə, kətan və zeytun istehsalı üçün daha əlverişli olan müvafiq iqlim qurşaqları. Qəhvə subekvatorialdır. Kətan isə mülayim enliklərdir. Zeytun da ki subtropik aralıq dəniz iqlim tipidir. Ona görə düzgün cavab olacaq Y variantı. 40-cı sual. Yaşıl inqilab prosesinin səciyyəvi xüsusiyyəti. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatında əkin sahələrini artırmaqla. Xeyr, əkin sahələrini artırılmaq bunun əsas məqsədi deyil. A variantı yanlış. İnkişaf etməkdə olan ölkələrdə yeni, daha məhsuldar bitki sortlarının, mütərəqqib texnika və texnologiyanın tətbiqi ilə məhsuldarlığının artırılması bu olar. Otlaq sahələrini artırmaqla, yenə otlaq sahəni artırmaqla yox. Yəni bu yaşıl inqilab isə intensiv yoldur. Burada otlaq sahəsinin artırılması və əkin sahəsinin artırılması bu ekstensiv yoldur. Yeni meşə zolaqlarını salmaq yaşıllıq sahəsi. Bunun heç bir aidiyyatı yoxdur. Əkin sahələrinin artırılması bu da ki yanlışdır. Dediyimiz kimi düzgün cavab olacaq B variantı. 48-ci sual. Pambıq becərən əsas iqlim qurşaqları. Dediyimiz kimi pambıq becərilməsi tropik və subtropik iqlim üçün xarakterikdir. Düzgün cavab olacaq A variantı. 49. Dünya bazarına qarğıdalı çıxaran əsas ölkələr ABŞ, Argentina kimi ölkələr aiddir. Ona görə 49-da düzgün cavab Y variantı olacaq. 56-cı sual. Suvarma əkinçiliyi inkişaf edən ölkələr üçün cəhət 56-da rütubətlənmə əmsalı vahiddən yuxarıdır. Xeyr, əgər vahiddən yuxarıdırsa, burada suvarma əkinçiliyi olmaz, dəmi əkinçiliyi olur. Yüksək dağlıq yerlərdə, orada da suvarma olmaz. Yüksək coğrafi enliklərdə, yüksək coğrafi enliklə mülayim enliklərdə, orada suvarma əsasən olmur. İqlim isti və quru olur, bəli. Quru iqlim olan ərazilərdə suvarma əkinçiliyi inkişaf etdirilir. Məhsuldar torpaqlara malikdir, xeyr. Daha sonra 61-ci sual. Aqroiqlim ehtiyatlarının əsas göstəriciləri. Havanın maksimum və minimum temperaturları arasındakı fərq, bu olmaz. Havanın il ərzində 10 dərəcədən yuxarı orta sutkalıq temperaturlarının cəmi. Düzgün cavab B variantı olar. C-də 10 dərəcədən aşağı yazıb, bu olmaz. Ona görə düzgün cavab B variantı olacaq. 62. Adam başına düşən torpaq ehtiyatı ilə daha zəif təmin olunmuş ölkələr. Burada belə deyək, ölkənin sahəsi həm balacadır, yəni kiçik bir ərazini əhatə edir digər ölkələrə nisbətdə və yaxud da əhali sayda yüksək olan ölkələrdir. Avstraliyada bu ən yüksəkdir, ona görə olmaz. Kanadada da yüksəkdir, Yaponiyada aşağıdır. Yəni A variantı yanlış olacaq. Yaponiya, Niderland, Belçika, Bangladeş. Ən uyğun cavab B variantı olur. Xüsusilə də Bangladeşdə əhali sayı daha yüksəkdir, çox yüksəkdir və bu da adam başına düşən torpaq ehtiyatını da azaldır. Yaponiya, Niderland, Belçika, Bangladeş daha düzgün cavab olacaq. C variantında Kanada yanlışdır, elə Braziliyanın özü də yanlışdır. D-də Avstraliya, Rusiya kimi ölkələr yanlışdır. Y variantında da Rusiya kimi ölkələr, Qazaxıstan kimi ölkələr yanlışdır. Düzgün cavab olacaq B variantı. 63-cü sual. Becərilən torpaqların daha çox sahə tutduğu düzənliklər. Böyük Çin düzənliyi, Hind-Qanq ovalığı və böyük düzənliklər, yəni rütubətli iqlimi ilə seçilən əraziləri götürməliyik. Ona görə düzgün cavab A variantı ola bilər. Amazon ovalığı. Amazon ovalığında becərilən torpaq olmaz, yanlışdır. Nallarbur düzənliyində də olmaz, yanlışdır. Səhra iqlimidir. Orinoco ovalığı olar, Kongo çökəkliyi, Qərbi Sibir ovalığı, bu olmaz. C variantı da yanlışdır. Kongo çökəkliyi olmaz. Ekvatorial enliklərdə becərilən torpaqlar olmur zaten. Çünki iqlim şəraiti onu, yəni bataqlaşma iqlimidir, yüksək yağıntı var. D variantında Patagoniya eləsə Amazon ovalığı yenə yanlışdır. Y variantında da Amazon ovalığı verilib, yenə də yanlışdır. Düzgün cavab olacaq A variantı. 70-ci sual. Aşağıdakı lifli bitkilərin istehsalı üzrə ixtisaslaşmış ölkələr kətan, pambıq və cüt. Deməli, burada baxsaq,
İlk olaraq Rusiya verilib. Rusiya mülayim enliklərdə yerləşir və burada mülayim enliklərə uyğun gələn lifli bitki kətandır. Ona görə 1-ə 1 gedəcək. Özbəkistan bildiyimiz kimi Mərkəzi Asiyada pambıq, yəni Türk dünyasında pambığa görə seçilən ölkədir. 2-ə 2. Türkiyə, burada Türkiyənin seçildiyi bir məhsulu yoxdur. Yəni hardasa pambıq yazmaq olar, amma o da ki, yəni əsas deyil, ona görə olmaz. Belarusiyada mülayim enliklərdə yerləşən ölkədir. Kətan istehsalı olar, 4 doğrudur. Şri-Lanka cuta görə olar. Cənubi Asiya ölkələri cuta görə seçilirlər. Sonra Perunu burada pambığa görə yazmaq olar. Yazaq pambığa görə. Sonra 7. Hindistan da cuta görə seçilir və daha sonra 8 də ki pambığa görə seçilir. İndi 2 ilə 6 bir yerdə yoxdur, amma 2, 8, 1, 4 və 5, 7 düzgün cavab olacaq. A variantı. 71-ci sual. Dünyanın torpaq fondunun tərkib hissələrinin sahəsinə görə azalan sırasını bizdən istəyir. Deməli, azalma sırası becərilən torpaqlar, çəmənliklər və otlaqlar, sonra meşə və kolluqlar. Burada çəmən və otlaqlar becərilən torpaqlardan daha çoxdur. A variantı yanlışdır. Meşə isə hamısından çoxdur. B-də yazıb ki, meşə və kolluqlar, becərilən torpaqlar az yararlı və yararsız torpaqlar. Yadda saxlayın ki, torpaq fondunun tərkib hissəsində az yararlı və yararsız torpaqlar ən yüksəkdir. Ona görə B-də yanlışdır. C-də yazır ki, yaşayış məntəqələri, sənaye obyektləri arasında torpaqlar, çəmən və otlaqlar az yararlı və yararsız, yenə yanlışdır. D-də yazır az yararlı və yararsız torpaqlar, çəmən, otlaqlar, becərilən sahələr. D variantı düzgün cavabımız olacaq. Becərilən torpaqlar, sonra meşə və kolluqlar, daha sonra az və yararlı torpaqlar, bu da yanlışdır. Düzgün cavab 71-də D variantı olacaq. 72-ci sualda xəritə sıxımında yayda suvarma əkinçiliyinin üstün olduğu əraziləri göstərin. Əgər yayda suvarma əkinçiliyi isə deməli qış ayları daha rütubətli keçir. Burada da xəritəyə baxsaq, yay aylarında, yəni Turan ovalığını götürmək olar. Turan ovalığının yayları quru keçir, ona görə suvarma əkinçiliyi olur. Bir də 7 rəqəmi Aralıq dəniz iqlim tipidir. Qış ayları rütubətli, yay ayları isə quru keçir, ona görə suvarma olar. D variantı doğrudur. 5 subekvatorialdır, yay rütubətlidir. 3-4 musson iqlimidir, yay rütubətlidir. Bir də ki, ekvatorial enlikdir, götürməliyik. Ona görə düzgün cavab olacaq 2 və 7. 76-cı sual. Pambıq və kətan əkinçiliyinə görə fərqlənən müvafiq ölkələr. Pakistan, Türkiyə, Misir pambıq əkinlərinə görə fərqlənir. Ona görə bu doğrudur. Kətan istehsalı mülayim enliklərdə Ukrayna, Almaniya, Polşa. Düzgün cavab elə 76-cı sualda A variantı olacaq. B-də Hindistan, Argentina. Argentina pambıq istehsalına görə fərqlənmir. Rusiya fərqlənmir. B yanlışdır. C-də Belarusiya fərqlənmir pambıq əkinlərinə görə. D-də Rusiya yenə fərqlənmir. Y-də də ki, ABŞ, Misir isə kətan istehsalına görə fərqlənmir. Y-də yanlışdır. 78-ci sualda göstərilən ölkələrdən 1 İspaniya, 2 Fransa, 3 Almaniya, 4 də ki Polşadır. Gəlin bir-bir baxaq. Buğda əkinlərinə görə fərqlənir. Burada buğda əkinlərinə görə fərqlənən ölkə əlbəttə ki Fransadır. 2-yə A. Zeytun istehsalına görə dünyada qabaqcıl yer tutan ölkə İspaniyadır. 2-yə B. Şərqi Avropa regionunun daxildir. Daş kömür hasilatına görə fərqlənir. Əlbəttə ki yuxarı Sileziya olan Polşa. C 4-ə. Çünki yuxarı Sileziya daş kömür yatağı Polşada yerləşir. Maşınqayırma məhsullarının ixracatına görə dünyada fərqlənir. Bu da ki Almaniyadan söhbət gedir. 1-ə B, 2-yə A, 3-ə D, 4-ə C olacaq. Düzgün cavabımız. Daha sonra 79-cu sual. Amerika qitəsində taxıl əkinlərinin daha geniş yayıldığı areallar. Bu əlbəttə ki prerilər və pampalar olacaq. Bir də böyük göllər ətrafı. 79-da düzgün cavab olacaq A variantı. Cənubi Amerikada pampadır, çöl zonası, Şimali Amerikada isə prerilər adlanır. 87-ci sual. Buğda əkinçiliyi üçün əlverişli təbii şəraitə malik olan regionlar. Amerika olar. Bir doğrudur, ABŞ düzgün cavabımızdır.
3-də Qazaxıstanı göstərib, olar. 5-də də Argentinanı göstərib, olar. 1, 3, 5 daha doğrudur. 4 olmaz. Yəni Mərkəzi Afrika ölkələri olmur. Konqonu göstərib. 2-də Əlcəzair səhradır, olmaz. 6-da da Avstraliya çox da seçilən deyil digərlərinə. Yəni burada deyir təbii şəraitə malik region olsun. Belə ki, buğda əkinçiliyi əsasən çöl və meşə çöl təbii zonasındadır. Ona görə 1, 3, 5 daha doğru cavab. Düzgün cavab olacaq A variantı. 88-ci sual. Dünya təsərrüfatında buğda, qarğıdalı və şəkər qamışı yığımına görə liderlik edən ölkələri müvafiq olaraq ardıcıllığı. Buğda istehsalına görə liderlik edən ölkə Çin olar. 2-ni götürə bilərik. Qarğıdalı istehsalına görə bildiyimiz kimi əsasən ABŞ, Meksika və Argentina kimi ölkələr seçilir. Burada da qarğıdalı olaraq biz 5-i götürə bilərik. Şəkər qamışı yığımına görə də şəkər qamışı üçün subekvatorial iqlim, yəni rütubətli iqlim olan ərazilərdədir. Ona görə də burada ən uyğunu Braziliyanı götürmək olar 4. Ona görə 2, 5, 4 düzgün cavabımız olacaq C variantı. %101-ci sual. Kənd təsərrüfatı ekstentiv yolla inkişaf etdiyi ölkələr. Ekstentiv inkişaf etməkdə olan ölkələr idi. Bunlar əkin sahələrini genişləndirilmə, otlaq sahələrini genişləndirilmə hesabına idi. Burada da düzgün cavabımız inkişaf etməkdə olan ölkələr olacaq. Yəni Çad, Boliviya, Bangladeş. 101-də düzgün cavab olacaq D variantı. 102-ci sualda aşağıdakı məhsulların istehsalı üzrə ixtisaslaşan ölkələr. Pambıq, çəltik və çay. Pambıq, çəltik və çaya görə ölkələri seçsək, Çin və Hindistan kimi ölkələr olar. Bu ölkələrdə həm pambıq, çəltik, həm də çay sahəsi inkişaf edib. 1 olacaq C. Qəhvə, kakao və banan, Braziliya, Kolumbiya əlbəttə ki. 2-yə B subekvatorial enliklərin bitkisidir. Şəkər çuqunu, kartof və günəbaxan mülayim enliklərin bitkisidir. Burada olacaq Rusiya, Ukrayna A. Düzgün cavabımız da olacaq C variantı. 103-cü sual. Xarici ticarətdə çuğundur şəkərinin həcminin qamış şəkərindən geri qalmasının əsas səbəbi. Çuğundur əsasən daxili istehlak üçün istehsal olunur. Həm də zaten belə deyək, şəkər qamışının tərkibində şəkərin miqdarı daha yüksəkdir. Düzgün cavab olacaq E variantı. Əsasən daxili istehlak üçündür, şəkəri çuğundur. Daha sonra 112-ci sual. Əkinçiliyi suvarma şəraitində, dəmiyə şəraitində apara bilən və aqroiqlim şəraitinin əkinçiliyin inkişafına imkan vermədiyi rütubətlənmə əmsallarını müəyyən edin. Birinci, suvarma şəraitində əgər əkinçilik aparırıqsa, suvarma şəraitində əkinçilik olan ərazilərdə rütubətlənmə əmsalı vahiddən kiçik olacaq. Bunu, yəni 1-dən kiçik olacaq. Dəmiyə şəraitində aparırıqsa, rütubətlənmə əmsalı vahidə bərabər olacaq və yaxud vahiddən böyük olacaq. Yəni həm 1-ə bərabər ola bilər, həm də 1-dən böyük ola bilər. Əgər aqroiqlim şəraiti əkinçiliyin inkişafına imkan vermirsə, burada qütübyanı ərazilər düzdür. Orada rütubətlənmə əmsalı 1-dən böyük olacaq, amma belə deyək, qütübyanı ərazilərdir. Yəni soyuq iqlimə malik olan ərazilərdir. Ona görə burada birinci əgər 3-ə olanları, yəni 3-ə aid olanları seçsək, burada 1 və 5-i seçməliyik. Çünki qütübyanı ərazilərdir. Baxın, yağıntının da miqdarı azdır, buxarlama qabiliyyətinin də miqdarı azdır. Ona görə 1 ilə 5-i seçərik. 2-yə, yəni aqroiqlim şəraiti, belə deyək, 2-yə dəmiyə şəraitində aparılır. Yəni rütubətlənmə əmsalı vahiddən böyük olanları götürməliyik. Burada da 2-də çöl zonasıdır. Çöl, enli yarpaqlı meşələr təbii zonası 2-ni götürə bilərik. Bir də 800-750-yə bölünmə yenə də meşə təbii zonasıdır. 2-4-ü götürə bilərik. Ona görə 2-yə də 2-4. 1-ə fikir versək, rütubətlənmə əmsalı vahiddən kiçikdir. 6-ya da fikir versək, burada səhra iqlimidir, rütubətlənmə əmsalı vahiddən kiçikdir. Yəni suvarma şəraiti olacaq. 1-ə də 3-6 olacaq. Düzgün cavabımız olacaq A variantı. 117-ci sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Kənd təsərrüfatı istiqaməti, yəni GMO məhsullar və orqanik məhsullar, bir də xüsusiyyətləri. Dediyimiz kimi, yəni biotexnologiya inqilabı, yəni 1980-ci ildən başlayan inqilab 2 istiqamətdə gedirdi. GMO məhsulları və orqanik məhsullara görə. Zərərvericilərə qarşı davamsız olur. Davamsız olursa bu orqanik məhsuldur. Ona görə 2-yə A olacaq.
Yeni orqanizmlərin yaradılması bu GMO məhsullarına aiddir. 1-ə B. Gübrə kimi bitki tullantıları və üzvi maddələrdən, əlbəttə ki, orqanik məhsullardır. 2-yə C. Məhsuldarlığı təbii şəraitdən daha az asılı olur. Bu da ki, GMO məhsullardır. 1-ə də D olacaq. B, D düzgün cavab olacaq D variantı. 121-ci sual uyğunluğu müəyyən edin. Region, Cənubi Asiya, Şri-Lanka, çay və cüt. Bu doğrudur. Şərqi Asiya, Filippin, taxıl və kartof. Kartof əsasən mülayimliklərdir. Taxıl da olmaz. 2 yanlışdır. Cənub-Şərqi Asiya, Malayziya, təbii kauçuk və çəltik. Doğru. Cənub-Qərbi Asiya, Pakistan, təbii kauçuk və pambıq. Yanlışdır. Pakistan Cənub-Qərbi Asiya yox, Cənubi Asiya regionuna aid olan ölkədir. Mərkəzi Asiya, Özbəkistan, pambıq, qaragül qoyunçuluğu, yəni qaragül dərisi, bu da doğrudur. Düzgün cavab olacaq C variantı. 1, 3, 5. Daha sonra 124-cü sual. Düzgün olmayan sıranı müəyyən edin. Kətan tropik iqlim qurşağında suvarma şəraitində. Kətan tropik iqlim qurşağı deyil, 1 yanlışdır. Buğda dağ ətəyi və düz ərazilərdə mülayim iqlim qurşağında. Doğru olar. Pambıq tropik və subtropik iqlim qurşağı. Bu da doğrudur. Şəkər çoğundur, mülayim iqlim qurşağı. Fransa, ABŞ, Ukrayna və Rusiya. Bu da doğrudur. Qəhvə tropik və subekvatorial iqlim qurşağı. Braziliya, Kanada. Bu da doğrudur. Bizdən isə bu sualda yanlışı istəyirdi. Yanlış ilə 1 olacaq. Yəni Y variantı yanlış sual olacaq. 125-ci sual. Xəritə sıxmasının ABŞ rəqəmlərlə uyğun gələn ərazilərində kənd təsərrüfatının ixtisaslaşma sahələrini müəyyən edin. 1. ABŞ-ın qərb hissəsidir. ABŞ-ın qərb hissəsində, yəni burada rütubətli Aralıq dəniz iqlim tipi var. Aralıq dəniz iqlim tipdə sitrus meyvələri ilə seçilir. Ona görə 1-ə sitrus meyvələrini götürə bilərik. 2. Pambıq, 3-dəki buğda əkinləri olar, göllər ətrafı. Ona görə düzgün cavab olacaq A variantı. Daha sonra 134-cü sual. Dünyanın torpaq fondunda baş verən əsas dəyişikliklər. Əkinə yararlı torpaq sahələrinin genişləndirilməsi. Xeyr. Əksinə oldu. Əkinə yararlı torpaq sahələrinin azalması müşahidə edilir. Səhraların sahələrinin genişləndirilməsi. Əlbəttə ki, bu da doğru olar. Yaşayış məntəqələri altında qalan torpaq sahələrinin azalması. Xeyr, əslində yaşayış məntəqələri biraz da çoxaldı. Ona görə bu da yanlış. Meşə sahələrinin azalması. Meşələrin əksəriyyəti qırılır artıq. 2, 3, 5 düzgün cavabımız olacaq. Tullantılarla çirklənmiş torpaq sahələrinin azalması. Xeyr, əslində artdı. Buna bir yanlış olacaq. 135. Əkinçilik heyvandarlığa nisbətən daha üstün olduğu ölkələr. Bu, Cənubi Avropa ölkələri, Yaponiya kimi ölkələrə aid. Yəni, inkişaf etmiş ölkələrdən söhbət gedir. Ona görə 135-ci sualda Hindistanı götürə bilərik. Portuqaliyanı götürə bilərik. Bir İspaniyanı götürə bilərik. 1, 4, 5 ən uyğun cavabımız olacaq. 138-ci sual. Mərkəzi Asiya regionunun kənd təsərrüfatının səciyyəvi əlamətləri. Taxılçılıq Qazaxıstanın ixtisaslaşma sahəsidir. Bildiyimiz kimi Qazaxıstan bu sahəyə görə seçilir. 1 doğru. Suvarma əkinçiliyi üstün inkişaf etmişdir. Əlbəttə ki, çünki quru iqlimdir. Doğru. Sitrus meyvəçiliyi. Xeyr, yanlışdır. Turan ovalığında dəmiyə əkinçiliyi. Xeyr, yanlışdır. Quraq iqlimdir. Suvarma əkinçiliyi olur. Pambıqçılıq regionunun kənd təsərrüfatının əsas ixtisaslaşma sahəsidir. Bəli, xüsusilə də Özbəkistan üçün. 1, 2, 5 daha doğru cavabdır. Otlaq sahələrinə malikdir. Əksinə otlaq sahələrinə malikdir. 6 yanlışdır. 140-cı sual. Pambıq becərilən düzənliklər. Turan ovalığını götürə bilərik. Kür-Araz ovalığını götürə bilərik. Və bir də Braziliya yaylasını götürə bilərik. Düzgün cavab 140-da olacaq. 2, 3, 5. 147-ci sual. Cənubi Avropanın kənd təsərrüfatının Orta Avropadan fərqli cəhətləri. Əkinçilik heyvandarlıqdan üstündür. Bəli, doğrudur. 2-də deyir ki, heyvandarlıq əkinçilikdən bu yanlışdır. Sitrus meyvələri
Yetişdirilməsi üçün ixtisaslı belə deyək, ərazidir. Ona görə 3 doğrudur. Kənd təsərrüfatı intensiv inkişaf. İntensiv inkişaf bu qalsın. Biçənəklərdən daha geniş yayılması, xeyr, bu yanlışdır əlbəttə ki. Suvarılan sahələrin daha geniş sahə tutması, bu da doğrudur. 1, 3, 6 daha doğru cavabımız olacaq. Düzdür, inkişaf etmiş ölkələr olsa da, axı intensiv inkişaf hər ikisinə aiddir də. Yəni Orta Avropada da intensiv inkişafdır. Ona görə bu yanlış olar. Yəni düzgün cavab 1, 3, 6 olacaq. Yəni fərqli cəhətləri bizdən istəyirdi. 148-ci sualda deyir ki, doğru ifadələri müəyyən edin. Ağ, qırmızı, sarı və şimal dənizləri eyni qitənin sahillərində yerləşirlər. Qırmızı dəniz, şimal dənizi Avropadır. Sarıdır, qırmızıdır. Bunlar Asiya, Afrikaya aiddir. Bu olmaz. Bir yanlışdır. Hind, Qanq, Kür, Araz, Qərbi Sibir ovalıqları akkumulyativ düzənlikdir. Ovalıqlar akkumulyativdir, doğrudur. Balxaş, İssıq Kul və Van gölləri türk dövlətləri arasında yerləşir. Bu da doğrudur. Balxaş Qazaxıstan, İssıq Kul Qırğızistan, Van da Türkiyə. Doğru. Belçika, İspaniya, İran inkişaf etmiş ölkədir. Xeyr, İran inkişaf etmiş ölkə deyil. Fransa, Böyük Britaniya, Danimarka dövlətləri intensiv kənddir. İnkişaf etmiş ölkə intensiv, doğru. Şimali və Cənubi Amerika dövlətləri 4-cü dövr buzlaşmasına məruz qalmışdır. Cənubi Amerika yox. 6-da yanlışdır. Düzgün cavab olacaq 2, 3, 5. 151-ci sual. Kənd təsərrüfatı bitkilərinin becərildiyi müvafiq iqlim qurşaqlarına əsasən doğru olanları müəyyən edin. Şəkər çuxunduru mülayim, doğru. Şəkər qamışı subekvatorial, bu da doğru. Pambıq ekvatorial, yanlış. Çay quru subtropik yox, rütubətli, 4 yanlış. Kətan tropik yox, mülayim, yanlış. 6-da buğda əsasən mülayimdir, doğru. 1, 2, 6 düzgün cavabımız olacaq. 154. Dünyanın kənd təsərrüfatına aid olan xüsusiyyətlər. Şərqi Asiya, Qərbi Avropa ölkələri buğdanın həm istehsalçıları, həm də idxalçılarıdır. Bir doğrudur. Şərqi Asiya və Qərbi Avropa ölkələri buğdanın həm istehsalçıları, həm də idxalçılarıdır. Yəni bir doğrudur. Taxıl bitkiləri içərisində ən çox sahəni çəltik əkinləri tutur. Xeyr, yanlışdır. Buğda əkinləri. İnkişaf etmiş ölkələrdə fəal əhalinin əksər hissəsi kənd təsərrüfatında çalışır. Bu da yanlışdır. Xidmət sahələrində çalışır. Ətlik istiqamətli qoyunçuluq mülayim qurşaqda inkişaf etmişdir. Doğru. Bir də yunluq qoyunçuluq var. Bu daha çox quru iqlimdədir. Qəhvənin əsas istehsalçıları və ixracatçıları Asiyanın tropik ölkələrdir. Bu yanlışdır. Qəhvə özü də tropik yox, daha çox subekvatorial iqlimdir. Kənd təsərrüfatı məhsulunun həcminə görə Hindistan, Braziliya fərqlənir. Əlbəttə ki, doğrudur. Düzgün cavab olacaq 1, 4, 6. 161-ci sual. Cədvələ əsasən düzgün sıraları müəyyən edin. Çay ixrac edən ölkələr Hindistan və Tanzaniya, idxal edən ölkələr Kenya və Filippin. Bu yanlışdır, çünki Kenya ixrac edən ölkədir. Bir yanlışdır. Pambıq Braziliya və Misir. Almaniya və Yaponiya isə alır, doğrudur. Kakao ixrac edən ölkələr Qana və Côte d'Ivoire. İdxal edən ölkələr Ekvador və Nigeriya deyilir. Bu da yanlışdır. Yəni Ekvador kimi ölkələr, əslində onlar da kakaonun olduğu ölkələrdir. Bu yanlışdır. 4. Çəltik, Tayland, Vietnam, Singapur, Belçika. 4 doğrudur. 5. Qarğıdalı ABŞ və Cənubi Afrika doğrudur. Almaniya, Böyük Britaniyada idxal edir. Bu da doğrudur. Buğda Yaponiya olmaz. Yaponiya ixrac edən ölkə deyil. 6 yanlışdır. Düzgün cavab olacaq 2, 4, 5. 169-cu sual. Agrobiznes təsərrüfatına aid deyil. Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı müəssisələrinin cəmidir. Burada bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı müəssisələri cəmi yoxdur. Bir yanlışdır. Bu agrobiznesə aid deyil. Mərkəzləşmiş təsərrüfatda məhsulların istehsalı, daşınması, emalı, bəli, bu doğrudur. Dünya ölkələrində kənd təsərrüfatının intensiv və ekstensiv inkişaf formasıdır. Xeyr. Agrobiznes zaten intensiv inkişafdır. Bu 3 də yanlışdır. Texnika və gübrə ilə təchizatlı sistemli əlaqəli şəkildə həyata keçirilir. Əlbəttə ki, bütün sistem bunun içərisində olur. Bu doğrudur. İnkişaf etmiş ölkələrdə yaradılır. Bu da doğrudur. Ölkənin ixrac etdiyi kənd təsərrüfatı məhsulunun miqdarını göstərir. Tamamilə yanlışdır. Bunun heç bir aidiyyatı yoxdur. Buna görə yanlış fikirlər olacaq. 1, 3 və 6.
Daha sonra 179-cu sual. Uyğunluğu müəyyən edin. Əsas becərilmə arealları Braziliya, Hindistan və Kubadır. Bu şəkər qamışına aiddir. Yüngül sənayedə xammal kimi istifadə olunur. Bu əlbəttə ki, kətana aiddir. Əsas əkinləri Latin Amerikası olsa da vətəni Efiopiyadır. Bu da ki, qəhvəyə aiddir. Ukrayna, Polşa, Belorusiya əkinlərinin sahəsinə görə fərqlənir. Kətana aiddir, mülayimliyin bitkisidir. İxracatda iştirak edən şəkərin əsas xammalıdır. Əlbəttə ki, şəkər qamışı 60% şəkəri verir. Ona görə 2 də olacaq A və Y. Bu sualda deyir ki, Şimali Avropa və Cənubi Avropa regionlarının fərqli xüsusiyyətlərini müəyyən edin. Hind Avropa dil ailəsinə mənsub olan xalqların olması. Şimali Avropada və Cənubi Avropada Hind Avropa dil ailəsinə mənsub olan xalqlar var. Ona görə bu fərqli xüsusiyyət deyil, oxşar xüsusiyyətdir. Bitkiçiliyin heyvandarlıqdan üstün inkişafı. Bəli, Cənubi Avropada bitkiçilik, Şimali Avropada isə heyvandarlıq üstündür. Ona görə bu fərqli xüsusiyyətdir. 2. Qərb küləklərinin təsirinə məruz qalır. Əlbəttə ki, hər ikisi. Fəaliyyətdə olan vulkanların mövcud olması hər ikisində var. Buzlaq mənşəli göllərin geniş yayılması bu Şimali Avropaya çox xarakterikdir. 2 okean sahildə bu da Şimali Avropaya çox xarakterikdir. Düzgün cavabımız 2, 5, 6. Daha sonra 36-cı sual. Donuzçuluq, qoyunçuluq və maldarlıq. Süd və ət məhsullarına əsas tələbatı ödəyir. Süd və ət məhsullarına əsas tələbatı ödəyən maldarlıq olacaq. Ona görə 3-ə A olacaq. Şimali Afrika, Mərkəzi Asiyada zəif inkişaf etmişdir. Bu donuzçuluqdur. Çünki belə deyək, müsəlman ölkələr olduqlarından donuzçuluq zəif inkişaf edib. İnkişafı üçün geniş otlaq sahələrinin olması vacibdir. Əlbəttə ki, qoyunçuluqdan söhbət gedir. Kartof və şəkər çoğunluğu becərilən rayonlara yaxın inkişaf edilir. Bu da donuzçuluğa aiddir. Çünki yem bitkisi kimi onlardan istifadə edilir. Əfqanistan, Türkmənistanda Qaragül istiqamətli. Bu da qoyunçuluğa aiddir. 2-də Y variantı olacaq. 1-ə B'dir, 2-yə C, Y, 3-ə də A.